Doktor, övladım serebral iflic xəstəliyindən əziyyət çəkir. Əllərində və ayaqlarında tonusu həddən artıq çoxdur və bizə tövsiyə olunub ki, sizin uşağa botulina terapiya, yəni botoks adlı dərman əllərinə, ayaqlarına vurulmalıdır. Amma mən çox qorxuram. Hətta bəzən oxuyuram, bəzən də mənə belə məlumatlar verirlər ki, botulina terapiya zərərlidir, zəhərlidir və yaxud da ki, botoksa öyrəşmə yaranır və sizin fikrinizi almaq istəyirik. Bizə həm Instagrama, həm digər sosial şəbəkələrə valideynlər çox belə mesajlar atırlar və mən buradan istəyirəm qısaca izah eləyim ki, serebral iflic, insult, dağınıq skleroz və s. kimi xəstəliklərdə haçan ki biz yüksək tonus, spastiklik görürük, fokal distoniya görürük. Bunun dünyada qızıl standart müalicəsi botulina terapiya, yəni botoks, botulaks, disport və s. firma adları ilə keçən dərmanlardan istifadə eləyirik. Çox səhv bir fikirdir ki, botulina terapiya uşaq üçün qəti qadağandır və zəhərlidir. Xeyr, botulina terapiya 1 yaşdan etibarən FDA adlanan Food Drug Administration, yəni Amerikada dərman və qidaların istifadəsinə icazə verən bir cəmiyyətdir, orqanizasiyadır və bu orqanizasiya tərəfindən təsdiq olunmuş və icazə verilmiş bir müalicədir. Yəni 1 yaş yarımından başlayaraq bu diaqnozlu uşaqlara istifadə etmək olar. Bəs botulina terapiya öyrəşmə yarada bilərmi? Əlbəttə ki, yox. Botulina terapiya yalnız lazım olduqda həkimin tövsiyəsi ilə vurulası bir prosedurdur. Çünki botulina terapiyanın normalda istifadə müddəti, yəni təsir müddəti 6 ay ilə 1 il arasındadır. Əgər sizin uşağınıza bir dəfə istifadə olundu və təkrardan uşağınızda tonus yüksəlməsi olmadı, ayaqlar yumşaq qaldısa, təkrar botulina terapiyanın mütləq şəkildə istifadə olunması kimi bir problem yoxdur, bir vəziyyət yoxdur. Odur ki, botulina terapiyadan qorxmayın, çəkinməyin. Düzgün əllərdə, düzgün dozada mütəxəssis tərəfindən vurulan botulina terapiya sizin uşağınıza yalnız xeyirdir. Sizin uşağınızın gələcəkdə ayaqlarının əyilməsi, deformasiyası, sümük deformasiyalar və çox ağır əməliyyatlardan qoruya biləcək bir prosedurdur.